istəyirəm. bir söz Həqiqətən, bir söz işlətdim. Dedim ki, bəy xanımını toya aparır. Buradan toya aparır. Buradan açıq belə geyindirib, buradan da belə. Yəni yarıçılpaq vəziyyətdə ürəyi soyumur. Gedir özdə belə bir söz işlətdim ha. Manistlara pul verir ki, çalın, mən arvadımla oynamaq istəyirəm. Və ortada belə arvadını fırladır ki, görün. O da oradan sürüşür, düşür. Bu mən canlı vermişdə görmüşəm, toyda olub bu hadisə. O qədər mənə zənglər gəldi. Mən də dedim, indi nə deyirsiniz? O toyun videosunu götürüb çıxardım sosial şəbəkəyə ki, olmaz. Geyinmək olar, zövqlü geyinmək gözəl şeydir. Bir Azərbaycan ailəsini dağılmağına gətirir. Kupanikdə efirə çıxmaq olmaz. Ən azından toyda o hadisəni bir 300 adam görübsə, sosial şəbəkədə 3 milyon görə bilər. Yaxşı getməmişsiniz. Kupanikdə efirə çıxmaq olmaz. Bir dəqiqə. Mən Şairə xanıma istəyirəm deyim ki, bax görürsünüz, manus yox, musiqiçi. Musiqiçi. Bəs mən onu niyə dedim? Mən onu bilə-bilə dedim. Bir dəqiqə çox üzr istəyirəm. Siz bayaqdan danışırsınız hamımıza sanki ağıl öyrətmiş kimi. Hamımızda belə, bax birinci bir özünüz manus nədir? Bir insan öncə, rusların bir söz olmasın, tembolidə bir şairəsiz. Bir musiqiçiyə, nə deyirlər ona, müraciət. İfaçı, yəni də musiqiçidən. hər kəsə sayğı duymalıdır. Sənətinə. Bəli, duymalıdır. Manus nədir? Qurban, bu da bizim Azərbaycan şairəsi. Mən onu efirdən bilə-bilə işlətmişdim. Bilə-bilə işlətmişdim. Yox, nahaqlığı yox. Aparıb dollar verirsin. Bəlkə məcazi mənada demək Çox üzr istəyirəm. Siz mənə böyüksünüz, mən o tərbiyəsizliyi heç vaxt eləmərəm. Mən sizə qayıdıb dedim ki, əşi, şairə. Xoşunuza gələcək? Şairəcik məsələ. Layiq olan adamlar da var. Layiq olan deyil, biz indi burada əyləşmişik efirdəyik, biz evdə deyilik. Layiq olan adam da var və o sözü özünə götürə də bilər. Biz evdə deyilik, nəzərə alın ki, biz efirdəyik. Siz də nəzərə alın efirdəyik. Hörmətli bizim ekspertlərimiz, hörmətli qonaqlar.